Öncə təşəkkür edirəm belə bir mötəbər bir alimlərin iştirak etdiyi tədbirə mən də dəvət etdiyinizə görə. Xüsusən burada mən tədqiqatlarımdan və tezislər şəklində danışacağım ki, o qədər də vaxt aparmayım. Bir də Hamlet müəllimə bir təşəkkürüm var. Hələ bir neçə il bundan əvvəl Hamlet müəllimlə biz görüşdük. O zaman bizim məktəbə qədər İbtidai Təhsil jurnalının beynəlxalq redaksiya heyəti hələ formalaşmamışdı. Sizin dəstəyiniz sayəsində bizim o redaksiya heyəti, beynəlxalq redaksiya heyətini biz formalaşdırmağa nail olduq. Jurnal hal-hazırda Ali Attestasiya Komissiyasında da indekslənir. Eyni zamanda Erik Plus platformasında da biz indekslənirik. İkinci slayd zəhmət olmasa. Burada ümumiyyətlə olar, mən burada mikrofondan biraz kənarda. Ümumiyyətlə, bugün, yəni mənim çıxışım qeyd olunduğu kimi, çağdaş dünyada təhsil, əsas innovativ modellər mövzusunda mən danışacağım və bu da qeyd etdiyim kimi, mənim öz araşdırmalarım əsasında, yəni formalaşdırdığım bir çıxışdır. Burada indi bir məsələni, yəni çıxışdan öncə bir məsələni mən qeyd etmək istəyirəm ki, yəni dünyanın qeyd olunduğu kimi bir 30 universitetində mən araşdırmalar aparmışam, müxtəlif ölkələrin təhsil təcrübələrini tədqiq etmişəm və nəticə olaraq gəldiyimiz fikir ümumiləşdirilmiş şəkildə belə bir fikrə biz gələ bilərik ki, əslində bu təhsil təcrübələri və modelləri, bunlar hər birisi, belə deyək də, bir-birinin əlindən su içmiş bir modellərdir. Yəni, bunların hamısı bir-birindən bəhrələnərək inkişaf edən modellərdir və bunların da hər birisinin əsasında dayanan müəyyən bir nəzəri, fəlsəfi fikir mövcuddur. Məsələn, tutaq ki, biz bu günləri əgər təhsil sistemi ilə bağlı danışırıq, burada Vygotsky nəzəriyyəsindən əgər biz danışırıqsa, Piaget nəzəriyyəsindən biz danışırıqsa, halbuki bu Azərbaycan kurikulumlarının da hazırlanmasında istifadə olunan nəzəri fikirlərdir. Yəni, bunları da araşdırdıqda, biz bir qədər də getdikdə, bir qədər də tarixə başvurduqda, biz gedib Kamenskini görürük və bir qədər də tarixin dərinliklərinə getdikdə və biz bunun əsasında dayanan Nəsrəddin Tusinin pedaqoji, fəlsəfi fikirlərini görürük. Və bir qədər də biz uzağa getdikdə Nizami Gəncəvinin ideya, fəlsəfi fikirlərini görürük. Və bir qədər də kənarlaşdırdıqda biz Kutatko bilik fəlsəfəsini, pedaqoji fəlsəfəsini görürük. Bir qədər də dərinliklərə getdikdə Kitab-ı Dədə-Qorqudi görürük və nəhayət Şumeri görürük və eyni zamanda biz görürük Konfutsinin pedaqoji ideyalarını. Biz burada ümumiyyətlə bu təqdimatı hazırlayarkən nə üçün birinci Norveçdən başladım? Yəni, tədqiq etdiyim pedaqoji sistemlərdən biridir və mənim həmişə diqqətimi cəlb edən bir pedaqoji konsepsiyadır. Yəni, onlar belə bir fikir irəli sürürlər ki, Norveçdə, yəni biz orada olarkən də bu təcrübəni öz gözümüzlə gördük, məktəbə qədər təhsil sistemində hesab edirlər ki, təbiətdə pis hava yoxdur. Təbiətdə pis hava yoxdur. Yəni, uşaq təbiətlə iç-içə böyüməlidir. Yəni, təbiətin qoynunda böyüməlidir. O təbiətin, belə deyək də, ruhunu, o öz ruhuna çəkməyi bacarmalıdır. Yəni, uşağı, əgər belə deyək, əgər bir tərəfdən ana, ata, valideyn böyüdürsə, bir tərəfdən də uşağı eyni zamanda təbiət böyütməlidir. Yəni, təbiətdən kənarda əgər uşaq böyüyəcəksə, yəni, bu artıq onun böyüməsində, yəni onun gələcək həyatında da biz mütləq olaraq problemlər görəcəyik. Və ona görə də Norveç məktəbə qədər təhsil sistemi gəlir öz konseptual, necə deyərlər, nəticəsini dözümlülük, adaptasiya, bir də ekoloji şuurun formalaşdırılması məsələləri üzərində olur. Yəni, əgər uşaq təbiətdə böyüyürsə, şübhəsiz ki, bunda dözümlülük
yaranacaq. Yəni bunun şəxsiyyətində, bunun xarakterində, bunun dünyaya baxışında dözümlülük yaranacaqdır. Və sonra onlar adaptasiya məsələsini qoydular. Yəni ki, sinif otağında dərs alan, sinif otağında məktəbə qədər təhsil ancaq sinif otağında formalaşan uşağın, yəni şübhəsiz ki, istər-istəməz bunun adaptasiya olunması, istər növbəti təhsil mərhələsinə adaptasiya olunması, istərsə də ümumiyyətlə həyata adaptasiya olunmasında bu bir mənalı olaraq problem yaradacaqdır. Və nəhayət bu ekoloji şuurun formalaşdırılması məsələsi. Yəni biz bu tərbiyəni bir mənalı olaraq qoymalıyıq kiçik yaş dövrlərindən və erkən yaş dövründən ekoloji şuurun formalaşdırılması məsələsini biz qoymalıyıq. Burada bizim tədqiq etdiyimiz məsələlərdən biri də hansı ki, bu məsələ barədə biz uşaqları kim necə öyrədir, Uğurun Sirri adlı bizim yaxın vaxtlarda bir kitabımız çap olunacaq. Biz bu Böyük Britaniyada erkən inkişaf dövrü proqramını biz burada tədqiqat problemi kimi biz burada qoyuruq və eyni zamanda orada indi həmən bu qeyd etdiyim bu tədqiqatda bizim bəhs eləyəcəyimiz məsələlərdən biri də Böyük Britaniyada erkən inkişaf dövrü proqramıdır. Yəni burada bu proqramda mənim diqqətimi əsasən cəlb edən nədən ibarətdir? O birinci növbədə burada ənənələrlə innovasiyaların uşaqlara birgə öyrədilməsidir. Yəni ki, biz innovasiyaları biz nə qədər öyrədiriksə öyrədək, yəni texnikanı biz uşaqlara hansı səviyyədə veririksə verək, yəni bir mənalı olaraq biz onun o kökünə bağlılıq məsələlərini mütləq olaraq o kiçik yaşlarda qoymalıyıq. Yəni texnikanı o nə qədər bilirsə bilsin, onun birinci formalaşdığı fikir onun belə deyək ki, nənəsinin danışdığı nağıl üzərində qurulur. Yəni əgər o ənənədən, o nağıldan, o bayatıdan inkişaf eləyərək gəlib innovasiyaya çatacaqsa, onun o innovasiyada faydalılığı da şübhəsiz ki, yüksək olacaqdır. Yoxsa ki, elə biz onu əgər robot kimi formalaşdırıb, gətirib innovasiyaları qoysaq onun qarşısına, bu da şübhəsiz ki, onun təfəkküründə, idrakında biz onun qüsurları, problemləri gələcəkdə bilməli olaraq görəcəyik. Və bu proqramda mənim diqqətimi cəlb edən məsələlərdən biri də uşaqlara onların mənəvi dünyasını dərk edərək yanaşmaqdır. Yəni ki, bu uşaq əgər tutaq ki, erkən inkişaf dövründə biz 3 yaşında artıq uşağın məktəbə qədər təhsildə təliminə başlayırıqsa, yəni bu hansı mənəvi dünyaya malikdir? Bunun emosional baxışları nədir? Psixi vəziyyəti nədən ibarətdir? Bunun ailə vəziyyəti nədən ibarətdir? Bu məsələlər, yəni ki, onun ümumiyyətlə, yəni uşağın mənəvi dünyasında nələr baş verir? Ən körpə yaşlarından biz bu məsələləri, yəni həmən o proqramda öyrədilən, qarşıya qoyulan məsələlərin birincisi budur və yaradıcı mühitin yaradılması məsələsi. Əgər uşaq istər məktəbə qədər təhsildə olsun, istər orta məktəb mühitində olsun, istər universitetdə olsun, eləcə də istər təbiətin qoynunda olsun, həyatda olsun, evdə olsun, valideynin yanında olsun, onun inkişafının təməlində dayanan mühüm amillərdən biri də məhz o yaradıcı mühitin yaradılması, yaradıcı mühitin formalaşdırılmasıdır ki, bu uşağın mənəvi formalaşmasının təməlini təşkil edəcək, yəni şəxsiyyət kimi formalaşmasının təməlini formalaşdıracaqdır. Sonra burada ümumiyyətlə bu proqram haqqında əslində bunlar çoxdur və mənim də qeyd elədiyim kimi bu hər biri haqqında detallarla biz danışsaq buna çox vaxt lazım olacaqdır. Təbii ki, bunlar tezis şəklindədir və biz məqaləmizdə bunlardan istifadə eləyəcəyik və qeyd elədiyim kimi bu Böyük Britaniyada məktəbə qədər təhsil sisteminin formalaşmasının əsasında isə baxın burada qeyd etdiyim kimi Froebel'dir, Montessori'dir, Steiner'dir, Piaget'dir, Brunner'in o ideyaları, fəlsəfi fikri dayanır. Yeri gəlmişkən bu fəlsəfi fikrə
Hunboltdan bəhs edərkən mən bir məsələni qeyd etmək istəyirəm. Hamlet müəllim, siz Humboldt Universitetindən bəhs elədiniz. Mən həmin Humboldt Universitetində olmuşam 2019-cu ildə və o universitetdə mən araşdırmalar aparmışam və bütün universitetlərin anası adlı mənim bir məqaləm çap olunub və ümumiyyətlə Humboldt Universitetini siz bildiyiniz kimi bütün universitetlərin anası adlandırırlar və bu universitet də o yaradıldığı tarixdə, yaradıldığı vaxtda Humboldtun o universitetin əsasına məhz Alman fəlsəfi fikrinin, o böyük filosoflarının fəlsəfi pedaqoji ideyalarının qoyulması idi. Məsələn, universitetin fəlsəfi əsasında Fichtenin fəlsəfi ideyaları, yəni Steinmeierin, Schillingin, Kantın fəlsəfəsini onlar o universitetin belə deyək ki, ideya əsasına qoymuşdular və mən ümumiyyətlə, yəni təkcə yalnız mənim düşüncəm deyil, ümumiyyətlə o sistemlər, o universitetlər, o konsepsiyalar mükəmməl fəaliyyət göstərirlər və daimi belə deyək ki, yaradıcı şəkildə işləyirlər ki, onların əsasında məhz fəlsəfə və pedaqoji fikir, mükəmməl pedaqoji fikir dayanır. Sonra isə bizim o bəhs eləmək istədiyimiz və araşdırdığımız bu İtaliyada bu konsepsiya ilə biz tanış olmuşuq. Loris Malagutti'nin Reggio Emilia yanaşmasıdır. Burada da irəli sürülən tezis ondan ibarətdir ki, yəni hər uşağın öz konkret olaraq öz yolu vardır. Yəni əgər mən bu gün məktəbə qədər təhsil işçisiyəmsə, yəni tərbiyəçiyəmsə, əgər mənim auditoriyamda, mənim sinifimdə 15 uşaq varsa, biz birmənalı olaraq bilməliyik ki, bu 14 uşaq 14 yol deməkdir, 14 düşüncə deməkdir, 14 idraç deməkdir, 14 təfəkkür deməkdir, 14 ümumiyyətlə fərqli insanlar deməkdir. Və bu günləri bizim ümumiyyətlə yalnız Azərbaycanın deyil, ümumiyyətlə dünyanın müxtəlif ölkələrində məhz təhsilin və təhsilin əsas problemlərindən biri məhz o hər uşağa öz yolu var nöqteyi nəzərindən yanaşmamaqdır. Yəni ki, fərdi yanaşma bütün təlimlərdə, bütün təhsil konsepsiyalarında əsas aparıcı təhsil konsepsiyanın fərdi yanaşma əsas məqsəd kimi qarşıya qoyulur. Yəni biz birinci olaraq, yəni bugün bizim Azərbaycanın təhsil sistemində də məhz bu bizim bu fərdi yanaşmanın bir qədər uzaqlaşmağımızdır. Sonra burada uşağa hörmət məsələsindən mən bəhs eləmək istəyirəm. Bu uşağa hörmət konsepsiyasını mən elə 2018-ci ildə Polşada mən araşdırmalar aparmaq üçün Polşadaydım və orada Yahudi əsilli dahi polyak pedaqoqu Janusz Korczakın pedaqoji irsi ilə tanış olmaq imkanı mən əldə elədim və sonralar Janusz Korczakı biz araşdırdıq, öyrəndik. Janusz Korczak haqqında 4 dildə mənim bir əsərim çap olundu və bu əsərin sonra İsveçrədə təqdimatı oldu, Polşada təqdimatı oldu və hər il biz o Janusz Korczak akademiyaları xətti ilə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konferanslarda iştirak edirik. Yəni Janusz Korczak uşağa hörmət konsepsiyasının dünyada əsasını qoyan çox görkəmli bir pedaqoqdur və onun çoxsaylı o əsərləri mövcuddur. Yeri gəlmişkən mən qeyd etmək istərdim ki, mən o Janusz Korczak kitabını çox istərdim ki, Hamlet müəllim sizin kitabxanaya mən hədiyyə eləmək istəyərdim. Çünki Janusz Korczakla bağlı Azərbaycanda ümumiyyətlə tədqiqat yoxdur. Ancaq o bir kitabı mən yazıb hazırlamışam. Yəni nə üçün mən Korczak üzərində dayanıram? Ümumiyyətlə mənə həmişə belə təəccüblü gəlib ki, yəni nə üçün Azərbaycanda tutaq ki, Pestalozzi tədqiq olunub, Makarenko tədqiq olunub, Uşinski tədqiq olunub. Yəni bu pedaqoqlar hamısı tədqiq olunduğu halda Janusz Korczak kimi çox görkəmli bir pedaqoq və belə deyək ki, öz canını uşaqların yolunda həqiqi mənada qurban verən bir pedaqoq və eyni zamanda çox dərin bir pedaqoji irsi olan bir pedaqoq Azərbaycanda tədqiq olundu. Yəni xatırlamaq üçün deyim ki, Kral 1. Matyuş əsərinin müəllifidir.
Janusz Korçak. Və Cenevrədə beynəlxalq konfransda, eləcə digər konfranslarda məndən bir neçə dəfə soruşublar ki, yəni siz nə üçün Janusz Korçakı məhz tədqiq eləmək istədiniz? Yəni mənim həmişə cavabım bundan ibarət olur ki, yəni biz hər birimiz, yəni tutaq ki, bir müəllim olaraq biz deyirik ki, bəli, mən öz canımı şagirdlərimin uğrunda qurban verərəm. Amma təcrübədə biz öz canımızı yəni qurban vermirik də. Yəni amma Janusz Korçak məhz 1942-ci ildə o Almanlar onun Polşada, Varşavada onun rəhbərlik elədiyi yetimlər evini mühasirəyə alıb, yetimlər evini gettoya köçürdükdən sonra onları Treblinkaya aparırlar qaz kamerasında yandırmağa. O zaman Korçaka təklif olunur ki, yəni siz buradan uzaqlaşa bilərsiniz, siz görkəmli yazıcısınız, biz sizi öldürmək fikrimiz yoxdur. O soruşur ki, bəs uşaqlar nə olacaq? Ona deyirlər ki, uşaqlar yandırılacaqlar. O da Alman zabitinə deyir ki, səhv edirsiniz, heç də bütün insanlar sizin kimi əclaf deyirlər. Sonra burada bizim araşdırdığımız və burada uşağınızın dünyasına bələdsinizmi tədqiqat işimizdə, kitabımızda yer alan bir məsələdən, bir pedaqoji yanaşmadan ümumiyyətlə bəhs etmək istəyirəm. Ümumiyyətlə, Yaponiya biz bilirik, yəni təhsil sistemində çox inkişaf etmiş ölkələrdən, öndə gedənlərdən biridir və Yaponiyada pedaqoji fikir əsasən 3 pedaqoqun, mən pedaqoq deyirəm, əslində onlar belə ixtisasca heç pedaqoq da deyirlər. İdeya, pedaqoji fikirləri əsasında formalaşır. Bu Shinichi Suzuki'dir. Əslində ixtisasca bir skripkaçı olmuşdu. Sonra Masaru Ibuka'dır. İndi hamımız Sony şirkətlər qrupu haqqında məlumatlayıq. Masaru Ibuka Sony şirkətlər qrupunun yaradıcısıdır. Onun məşhur 3 yaşında artıq gecdir əsəri Yaponiyada uşaq tərbiyəsində inqilab edən bir əsərdir. Hansı ki, bu adam yəni pedaqoq, psixoloq deyil və nəhayət Makoto Shigedadır. Amma o psixoloqdur. Yəni onun uşağın beyin yarımkürələrinin inkişafı ilə bağlı çox fundamental əsərləri mövcuddur və hal-hazırda dünyanın əsas aparıcı təhsil sistemlərində Makoto Shigedanın pedaqoji konsepsiyasına istinad olunur. Və burada mən bircə doktor Shinichi'nin bir ideyasını irəli demək istəyirəm. Yəni o deyir ki, hər uşaq öyrənə bilər və Shinichi Suzuki'nin əsas o metodologiyasının əsas mayəsi, əsas ruhu bundan ibarət idi ki, yəni ki, əgər uşaq öz ana dilini öyrənə bilirsə, yəni buna heç bir təzyiq olmadan, heç bir təsir olmadan öyrənə bilirsə, demək ki, biz ona erkən yaşlarından musiqini, xüsusən də skripka çalmağı öyrədə bilərik və Suzuki özü məşhur bir skripkaçı ailəsində dünyaya gəlmişdi. Atası onun skripka fabriki var idi və sonra onlar o Berlində təhsil aldı, Einsteinlə dostluq münasibətləri oldu və sonra öz vətəninə qayıdandan sonra bircə dostunun bir təklifindən sonra, hansı ki, dostu ona təklif eləmişdi ki, mən 4 yaşlı uşağıma siz skripkanı öyrədə bilərsinizmi? O əvvəlcə tərəddüd eləmişdi, amma sonradan həmən uşağı götürmüşdü və ona skripka və ifa etmə öyrənmişdi və sonra bu məktəb böyüdü, formalaşdı və bugün artıq dünyanın neçə-neçə ölkəsində Shinichi Suzuki'nin konsepsiyasından istifadə edirlər. Sonra bizim bu araşdırmalarımızda yer tutan modellərdən biri də bu PERMA modelidir. Hələ ki, məsələn, Azərbaycanın nə məktəbə qədər sistemində, nə eyni zamanda orta ümumi təhsil sistemində bu modeldən əsasən istifadə olunmur və mən bir məsələni qeyd edeyim ki, bugün ümumiyyətlə Azərbaycanın məktəbə qədər təhsil sistemində daha çox Montessori yanaşmasıdır, bir də Reggio Emilia, hansı ki, mən əvvəldə qeyd etdim, o Reggio Emilia yanaşmasıdır. Bizim məktəbə qədər təhsil sistemləri əsasən bu bazalar üzərində fəaliyyət göstərir, amma vaxtın çatırmı? Neçə dəqiqə? 3-4 dəqiqə. Elə isə o zaman bu da Peisel modeli də bu dünyanın aparıcı
ölkələrinin təhsil sistemlərində istifadə edilən bir modeldir. Və mən bir model haqqında da sizə məlumat vermək istəyirəm. Yəni bu model də Amerikada Helen Parkhurst tərəfindən yaradılmış bir modeldir. O Montessori ilə öncə bir yerdə işləyiblər, sonra Montessori'dən ayrılıb Amerika Birləşmiş Ştatlarına gedib və orada Dalton plan modelini yaradıb və Polşada olarkən məni orada 4 bağça ilə apardılar, tanış elədilər. O 4 bağça ilə biz tanış olduq. Həmin bağça Dalton plan modelindən işləyirdi. Yəni bu modelin də əsas mahiyyəti bundan ibarətdir ki, bəli, biz uşağın sosial, psixoloji, emosional inkişafı üçün biz ona azadlıq verməliyik. Amma bu azadlığın sərhədləri hardadır? Bu azadlığın sərhədləri məsuliyyətdən ibarətdir. Yəni uşaq istər 3 yaşında olsun, istər 4 yaşında olsun, hər neçə yaşında olursa olsun, biz ona azadlıq verərkən ilk növbədə ona eyni zamanda məsuliyyət hissində aşılamalıyıq. Bu məsələ idi. Sonra isə mənim də əvvəlcə sosial şəbəkələrdən tanış olduğum, sonra isə şəxsi belə münasibətlərim yarandığı professor Sugata Mitra'nın Bulud məktəbidir. Hansı ki, bu da hal-hazırda dünyada çox geniş aspektdə yayılmaqdadır. Mən bu məktəb necə yaranıb, bircə onun bir incə bir xət var orada, onu istəyirəm qeyd edeyim. Deməli, Sugata Mitra hələ 1999-cu ildə öz həmkarları ilə birlikdə Hindistanın New Delhi şəhərinin ucqar məhəllələrinin birində uşaqlar oynayan yerdə bir divarda bir çuxur qazırlar və orada kompüter yerləşdirirlər və oradan gizli çəkiliş yaradıb buradan uzaqlaşırlar və bir həftədən sonra gəlib orada o aparılan o çəkilişin nəticələrinə baxmaq üçün oradan çəkilişləri götürüblər və çox təəccüblü və bunları təəccübləndirəcək, eyni zamanda yeni bir konsepsiyanın meydana gələcəyinə rəvac verəcək bir orada onlar bir çəkilişlərlə rastlaşıblar. Yəni bu nədən ibarət idi? Onlar görürlər ki, heç vaxt kompüterlə məşğul olmayan bu uşaqlar, hansı ki daim o məhəllədə futbol oynayırlar, o biri kompüteri öyrənir bir təhər, sonra onun yanındakı öyrənir, sonra digəri öyrənir və bunlar bir-birlərinə kompüteri öyrədərək artıq bir həftədən sonra sərbəst şəkildə artıq işləmə imkanına malik olurlar və Mitra qoyduğu, əslində Mitra bilirdi ki, belə bir nəticə əldə edəcək və sonradan bunlar qərara gəlirlər ki, bəli, demək ki, uşaqlar müəllimin sadəcə istiqaməti nəticəsində, müəyyən bir tövsiyələri, müəyyən bir məsləhətləri nəticəsində bir-birlərini öyrətmə imkanına malikdirlər. Həm özləri müstəqil şəkildə öyrənirlər və eyni zamanda da bir-birlərini öyrədirlər. Və bu konsepsiya artıq dünyanın 7 ölkəsində Sugata Mitra'nın Bulud məktəbləri fəaliyyət göstərir. Və mən Məsud müəllim, bu məqalə əlbəttə ki, bunu siz bayaq mənə belə sərf eləyən bir yaxşı bir söz dediniz. Dediniz ki, məhdudiyyət qoymayacağıq. Siz onu istədiyiniz həcmdə yazıb təqdim edə bilərsiniz. İnşallah istədiyim həcmdə təşəkkür edirəm ki, biz bu formadan yazacağıq. Sonra isə bizim bu araşdırma, əslində mən bu məruzəni düşünürdüm ki, ancaq məktəbə qədər üzərində qurum, amma sonra istər-istəməz əslində Odər bəy də biraz mənim vaxtımı artırdı. O zaman bir neçə gün bundan əvvəl yarım saat demişdi. Ona görə də bu Singapurda pedaqoji kadr hazırlığı modelləri adında bizim bir tədqiqat işimiz var və bu tədqiqat işi də Singapur təhsilinin fəlsəfəsi, uğur necə qazanıldı əsərində biz buna yer vermişik. Eyni zamanda bu məqalə xaricdə də çap olunub, eyni zamanda Azərbaycanda bizim elmi jurnallarda da bu çap olunub, yayılmalı bu məqalə. Burada da elə bilirəm ki, Hamlet müəllim, sizin üçün də bu, sizin universitet üçün də bu maraq doğuran məsələlər ola bilər burada. Yəni konkret olaraq burada hansı modelləyən təcrübə prosesi necə qurulur, pedaqoji ixtisasa gələcək kadrlar necə qəbul olunurlar, yəni orta
məktəbdən hələ Sinqapur təhsilinin də pedaqoji kadr hazırlığının xüsusiyyətlərindən biri, ən mühüm xüsusiyyətindən biri bundan ibarətdir ki, onlar pedaqoji kadr hazırlığının təməllərini hələ orta məktəbdə qoyurlar. Yəni, təbii ki, indi o məqalədə biz onu araşdırarkən göstərmişdik və tələbənin gələcək müəllim olacaq tələbənin üçün ən vacib göstəricilərindən biri onun motivasiya məktubudur. Yəni ki, mən nə üçün pedaqoji sahəni seçirəm? Sən bunu elə əsaslandırmalısan ki, belə bir sistemdə işləyəcək bir müəllim kimi gələcəkdə hazırlana biləsən. Və bir maraqlı faktı mən qeyd etmək istəyirəm ki, ümumiyyətlə, Sinqapurda 1995-ci ildən müəllimlərin sertifikasiyası keçirilir. Hələ bu günə qədər o sertifikasiyada ümumiyyətlə kəsilmə anlayışı yoxdur. Burada da müəllimlərin ümumiyyətlə bir məsələyə toxunum ki, müəllimlərin peşəkar inkişaf modeli konkret olaraq onlar öz modellərini formalaşdırıblar və bu modeldə də diqqət yetirirsinizmi? Dəyərlər, bacarıqlar, biliklər normativ çərçivəsini hazırlayıblar. Və ona da fikir verək ki, orada məhz birinci yerdə dəyərlər dayanır. Yəni, müəllim hazırlığında birinci yerdə dəyərlər dayanır. Ondan sonra onun bacarıqları gəlir və ondan sonra isə onun malik olduğu biliklər gəlir. Yəni ki, istər sənin biliyin olsun, istər bacarığın olsun, dəyərlər üzərində qurulmalıdır. Yəni, sən bir şəxsiyyət olaraq, sən bir insan olaraq, sən bir vətəndaş olaraq hansı mənəvi keyfiyyətlərə maliksən, bax, o sənin o bacarıqları və bilikləri sənin həyata necə keçirəcəyini məhz o dəyərlər formalaşdırır. Çox sağ olun, təşəkkür edirəm. Elə bilirəm ki, mənim bu dəyərli müəllimlərim, professorlar qarşısında bilmirəm, əgər səhvlərim də oldusa da üzürlü hesab edib mənə deyərsiniz, təklikdən. Sağ olun. Hər birinizi salamlayıram. Bugün mənim təqdim edəcəyim tədqiqat Gürcüstan Azərbaycanlılarının ana dili ilə bağlıdır və demək Gürcüstanda həm PISA 2022-ci ilin tədqiqat nəticələri, eyni zamanda bir sıra araşdırmalar onu göstərir ki, Gürcüstanda Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin ana dili üzrə bilik səviyyəsi qənaətbəxş deyil. Və hazırda Gürcüstanda mövcud olan bir sıra problemlər həm ilbəil Azərbaycan dilli məktəblərin sayının azalması, eyni zamanda ana dili üzrə dərs saatlarının sayının azalması, həmçinin dərsliklərdə yaşanan problemlər və kadr çatışmazlığı bu tədqiqatın aparılması üçün bir zəmin yaratmışdır. Bu tədqiqatın əsas məqsədi Gürcüstanda Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin ana dilinə təsir edən amilləri müəllim və şagird baxış bucağından tədqiq etməkdir. Və tədqiqat məqsədi də tədqiqat sualına uyğun olaraq tərtib edilmişdir. Cəmi bir tədqiqat sualımız var. Bu, demək, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin Azərbaycan dilini mənimsəməsinə təsir edən amillər hansılardır? Və bu tədqiqat Gürcüstan Azərbaycanlılarının milli kimliyinin qorunması baxımından əhəmiyyətli və aktualdır. Eyni zamanda tədqiqat nəticələrinin qərarverici orqanlar üçün etibarlı bir mənbə rolunu oynaması gözlənilir. Və həmçinin bu tədqiqat elmi ədəbiyyatda olan boşluqları doldurmağı da hədəfləyir. Ədəbiyyat icmalı burada qeyd olunan başlıq və alt başlıqlardan ibarətdir. Sadəcə vaxt baxımından mən ancaq ən önəmli olan hissənin üzərindən keçəcəm. Demək, Gürcüstan Azərbaycanlılarının ana dilində təhsil almaq hüququ Gürcüstan Konstitusiyası ilə qorunur və Gürcüstan Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndində qeyd olunur ki, Gürcü dili Gürcü dili olmayan fərdlər, şəxslər ana dilində tam təhsil almaq hüququna malikdir. Həmçinin demək 1999-cu ildə Gürcüstan Avropa Şurasının üzvü olmuşdu və Avropa Şurası qarşısında qeyri-gürcülərin ana dilinin mədəniyyətinin qorunması ilə bağlı bir sıra öhdəliklər götürmüşdür. Eyni zamanda beynəlxalq konvensiyalar imzalanmışdır. Demək, bu 1935-36-cı
tədris ilində Gürcüstanda Azərbaycan dilli məktəblərin sayıdır. Hansı ki, burada mən bölgələri qeyd etmişəm. Bəzi bölgələri mən qırmızı ilə qeyd etmişəm. 1935-36-cı ildə Gürcüstanda 319 Azərbaycan məktəbi fəaliyyət göstərirdi və burada qırmızı ilə qeyd etdiklərim bunlar Axıska türklərinin yaşadıkları bölgələrdir. Adıgün, Axaltixi, Aspinca, Axalkalaki və Bogdanovka. Və bilirsiniz ki, 1944-cü ildə artıq Axıska türkləri sürgün edildiyi üçün, deportasiya edildiyi üçün bu məktəblər də bağlanmışdır. Və ümumiyyətlə, Sovetlər dövrünə qədər, Sovetlər dövrünün sonlarına doğru Gürcüstanda 206 Azərbaycan dilli məktəb mövcud idi və artıq sonralar ilbəil Azərbaycan dilli məktəblərin sayında azalma müşahidə edilmişdir. Hazırda isə həm keçən il 2024-cü il, eyni zamanda 2025-ci ilin statistikasına nəzər salsaq, hazırda Gürcüstanda 116 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. Və əgər sual versəniz ki, bu məktəblərin sayı nə üçün azalır? Təbii ki, bir sıra amillər buna təsir edir, ancaq ən başlıca amillərdən biri məhz kadr çatışmazlığı ilə bağlıdır. Geri gəlmişəm, bu şəkili mən özüm çəkmişəm, çünki 116 məktəbin hər birində şəxsən özüm olmuşam və məktəblərin vəziyyəti ilə bağlı məlumatlar əldə etmişəm. Bu şəkili də çəkmişəm, çünki əsas problemlərdən biri məhz infrastrukturla bağlıdır. Qeyd etdiyim kimi, əsas problemlərdən biri kadr çatışmazlığı ilə bağlıdır və 2005-ci ildə təhsil sahəsində bir sıra islahatlar həyata keçirilmişdir. İslahatlar nəticəsində İlya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Ədəbiyyat Kafedrası bağlanmışdır. Bilirsiniz ki, əvvəllər Sovetlər dövründə Pushkin adına Tbilisi Pedaqoji İnstitut mövcud idi və həmin ali təhsil müəssisəsinin nəzdində Azərbaycan bölməsi fəaliyyət göstərirdi və Azərbaycan dili ədəbiyyat müəllimləri demək hazırlanırdı. Ancaq sonradan həmin ali təhsil müəssisəsinin adı dəyişdirildi. Sulxan Sabah Orbeliani adına universitet adlandı. Hazırda isə İlya Dövlət Universiteti adlanır və qeyd etdiyim kimi 2005-ci ildə Azərbaycan dili və ədəbiyyat kafedrası bağlanılır. 2006-cı ildən isə Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasına tələbə qəbulu tamamilə dayandırılır. Ancaq əlavə olaraq onu da qeyd edim ki, Tiflis Dövlət Universitetinin nəzdində ermənişünaslıq ixtisası mövcuddur və ermənişünaslıq ixtisasını bitirən ermənilər, onlar sertifikasiya imtahanlarında iştirak edirlər və öz statuslarını yüksəldə bilirlər. Beləliklə, nəticədə onların maaşları da artır. Ancaq yeni kadrlar artıq bu 20 il deməkdir. 20 il ərzində Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanmır. Nəticədə bizim müəllimlər öz sertifikasiya imtahanlarında da iştirak edə bilmirlər. İştirak etsələr belə onların statusları və maaşları yüksəlmir. Burada mən Azərbaycan dili ədəbiyyat müəllimlərinin siyasını qeyd etmişəm. Bu statistikanı özüm toplamışam öz tədqiqatım üçün və müəllimlər arasında, eyni zamanda məktəb direktorları arasında telefon sorğusu həyata keçirilmişdim. 116 məktəbdən əldə etdiyim statistikaya əsasən hazırda Gürcüstanda 322 Azərbaycan dili və ədəbiyyat müəllimi fəaliyyət göstərir və bu müəllimlərdən 87 müəllim qeyri-ixtisas fən müəllimidir. 5 müəllimin isə ümumiyyətlə ali təhsili yoxdur. Yəni, orta məktəb təhsilli müəllimlərdir. 2015-ci ildə Gürcüstanda yenə də bir sıra islahatlar həyata keçirildi və müəllimlərin sertifikasiya imtahanında iştirak etmək imkanları təmin edildi. Ancaq təəssüflər olsun ki, Azərbaycan dili ədəbiyyat müəllimləri üçün bu proses düz 7 il gecikdirildi və 7 il ərzində Azərbaycan dili ədəbiyyat müəllimləri üçün sertifikasiya imtahanlarında iştirak etmək imkanları yaradılmadı. Və nəhayət Azərbaycan dövlətinin dəstəyi ilə 2022-ci ildə ilk dəfə Azərbaycan dili ədəbiyyat müəllimləri sertifikasiya imtahanlarında iştirak etdilər. Ancaq buna baxmayaraq nəticə həqiqətən heç də ürək açan olmamışdı. Belə ki, imtahanda 239 təcrübəçi statusu olan müəllim iştirak etmişdir. Bu müəllimlərdən ancaq 18 nəfəri 61%lik bariyeri keçə bilmişdir və cəmi 9 nəfər isə baş müəllim statusunu almışdır. Demək,
Keçən il 2024-cü ildə mənim tərəfimdən Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlər arasında 609 şagird arasında onların Azərbaycan dilini təyin edən, Azərbaycan dili səviyyəsini təyin edən bir eksperiment test həyata keçirilmişdir və bu testin nəticəsi də heç də ürək açan olmadı. Bu eksperiment Kvemokartli, Borçalı dediyimiz bölgədə, yəni Marneolidə, Dmanisidə, Qardabanidə, Bolnisidə, o cümlədən Tetricğaroda həyata keçirilmişdir. Həmçinin Kaxeti bölgəsini də əhatə etmişdir. Eyni zamanda paytaxt Tiflisdə yerləşən Azərbaycan dilli məktəbləri də əhatə etmişdir. Və testin nəticəsi heç də ürək açan olmamışdır. Belə ki, 609 şagirddən 591 65 baldan aşağı, 18 şagird isə 65 baldan yüksək nəticə göstərmişdir. Maksimum bal isə 100 balla qiymətləndirilmişdir və 609 şagirdin ədədi ortası isə 26 olmuşdur. Daha sonra bu il Azərbaycan dili üzrə ilk birinci regional olimpiyada keçirdik. Yenə də bu olimpiyada Kvemokartli, Kaxeti və Tiflisdə yerləşən Azərbaycan dilli məktəbləri əhatə etmişdir. Təbii ki, əvvəlki testlə müqayisədə artıq olimpiyadada ən yaxşı şagirdlər iştirak etmişdilər. Belə ki, olimpiyadanın birinci turu məktəb daxilində aparılmışdır və beləliklə, birinci tur nəticəsində ən yaxşı şagirdlər artıq final mərhələsində iştirak etmişlər. Və 94 şagirddən, demək 91 şagird 65 baldan aşağı, 3 şagird isə 65 baldan yüksək nəticə demək göstərmişdir. Orta göstərici də yenə də aşağı olmuşdur, 37,77 bal olmuşdur. Və mən daha sonra bir qədər özüm də araşdırma apardım. 100 baldan, demək ən yüksək göstəricini 100 baldan bir nəfər şagird 76 bal toplamışdı və belə məlum olmuşdur, həmin şagird də 8 il Azərbaycanda təhsil almışdır. Cəmi bir il idi ki, Gürcüstana köçmüşdür və Gürcüstanda məktəbdə təhsil alırdı. Bunlar demək təqdim etdiklərim özümün apardığım araşdırmalar idi. Eyni zamanda bilirsiniz, beynəlxalq araşdırmalar da var. PISA araşdırmalarıdır. Beynəlxalq şagird qiymətləndirmə proqramının tədqiqat nəticələrinə baxsanız, PISA 2022-ci ilin tədqiqat nəticələri də göstərir ki, Azərbaycan dilli şagirdlərin nəticələri Gürcü dilli və Rus dilli şagirdlərin nəticələrindən xeyli geri qalır. Və hər üç istiqamət üzrə, həm oxu məzmun xətti üzrə, həm riyaziyyat, həm də təbiət elmləri üzrə xeyli geri qalır. Əgər oxu məzmun xəttini biz müqayisə etsək, burada görərsiniz ki, Azərbaycan dilli şagirdlərlə Rus dilli şagirdlər arasında bal fərqi 95-dir. Azərbaycan dilli şagirdlərlə Gürcü dilli şagirdlər arasında isə bal fərqi 80-dir. Yəni, bu əslində çox böyük bir fərqdir. Demək, 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən belə bir Gürcüstan qanunvericiliyi qəbul edilmişdir və milli kurikulumun təsdiq edilməsi ilə bağlı bir fərman qəbul edilmişdir. Həmin fərmanda belə bir ifadə yer alır. Bunu sizin diqqətinizə çatdırım. Yeri gəlmişkən, təhsil proqramında, kurikulumda bizim ana dilimizin, Azərbaycan dili və ədəbiyyat fənninin adı etnik azlıqların dili belə göstərilir, belə ifadə olunur və həmin Gürcüstan qanunvericiliyində belə bir ifadə yer almışdır ki, etnik azlıqların dilinə həftədə minimum 3 saat, maksimum 5 saat ayrılır və əgər məktəb ikinci xarici dilin tədrisinə 1 və yaxud 2 saat ayırarsa, o zaman etnik azlıqların dilinə həftədə maksimum 3 saat ayrılmalıdır. Gürcüstanda demək, Azərbaycan dilli məktəblərdə ana dili olaraq, etnik azlıqların dili olaraq Azərbaycan dili ana dilimiz keçirilir, dövlət dili olaraq Gürcü dili keçirilir. Yeri gəlmişkən Gürcü dili həftədə 5 saat olur və birinci xarici dil olaraq İngilis dili tədris olunur. İkinci xarici dil isə artıq məktəbin seçimindən asılıdır və ikinci xarici dil əksər hallarda Rus dili və yaxud da Alman dili olur. Və etnik, bunu xüsusi işarələmişəm qırmızı ilə,
qeyd etdiyim kimi ana dilimizin adı dəyişdirilibdir, etnik azlıqların dili adlanır. Bununla bağlı 2 ay bundan öncə mən bir petisiya başlamışdım, imza toplama aksiyasına başlamışdım və biz imzalar toplayaraq dövlət qurumlarına müraciət etmişik ki, təhsil proqramında etnik azlıqların dili sözü tamamilə götürülsün və əvəzinə Azərbaycan dili və ədəbiyyat sözü yazılsın. Növbəti kateqoriya Azərbaycan dili və ədəbiyyat fənni ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlıdır. Bunu da, bu fikri də ancaq müəllimlər səsləndirmişdilər və müəllimlər qeyd edirlər ki, müəyyən bayramların keçirilməsi, olimpiyadaların keçirilməsi uşaqların demək, ana dilini mənimsəməsinə çox müsbət təsir edir. Bir müəllim qeyd etmişdir ki, uzun illərdir məktəbdə çalışır, 22 ildir məktəbdə çalışır, ancaq bu günə qədər deyir, bir dəfə də olsun Azərbaycan dili üzrə olimpiyada keçirilməmişdir və olimpiyadanı da bayaq da qeyd etdiyim kimi ilk dəfə elə biz özümüz keçirdik, regional olimpiyada keçirmişdik. Digər tapıntılar bunların üzərindən keçəcəm və son olaraq ümumiyyətlə bu tədqiqat ana dili üzrə aparılan ilk tədqiqatlardan biri hesab etmək olar. Çünki mən ədəbiyyat icmalını yazarkən həqiqətən çox ciddi problemlə özləşmişdim. Heç yerdən elmi bir məqalə əldə edə bilmirdim. Və yekunlaşdırsam bu çıxışımı ümumiyyətlə məktəblərimizin sayının azalması, 20 il ərzində Azərbaycan dili ədəbiyyat müəllimlərinin hazırlanmaması, 20 il ərzində düzəməlli bir dərsliyin ortaya çıxarılmaması, bütün bunlar ana dil üzrə dərs saatlarının azalması, bütün bunlar ana dilinin mənimsənilməsinə təsir edən amillər kimi qiymətləndirilmişdir. Sonda isə qərar verici orqanlar üçün müəyyən tövsiyələr verirəm. Bu tövsiyələr demək, həm dərs saatlarının artırılması ilə bağlıdır, buraxılış imtahanlarının bərpa edilməsi ilə bağlıdır. Həmçinin dərsliklərin tərcüməsi zamanı ekspert qrupunun yaradılması ilə bağlıdır. Yeri gəlmişkin, dərsliklərlə bağlı müəyyən bir artıq qərar qəbul edilibdir. Bu il mən avqust ayında Gürcüstanın Təhsil Naziri ilə görüşdüm və bu nümunələri ona da göstərdim ki, bizim dərsliklərdə bu qədər problemlər var və yeni bir qərar qəbul edilib ki, Gürcüstanda bütün dərsliklər tamamilə dəyişdiriləcəkdir. Digər təkliflər Azərbaycan-Gürcüstan Universitetinin yaradılması ilə bağlıdır. Həmçinin Tiflis Dövlət Universitetinin nəzdində Azərbaycanşünaslıq və yaxud Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasının yaradılması ilə bağlıdır. Həmçinin sonda da qeyd etdiyim kimi artıq petisiya başlamışıq, bitirmişik də əslində dövlət qurumlarına müraciət etmişik. Etnik azlığın dili sözünün Azərbaycan dili və ədəbiyyat sözü ilə əvəz edilməsi ilə bağlı. Ümid edirəm, müsbət nəticə əldə edəcək. Bu slaydda istifadə etdiyim ədəbiyyat, təşəkkür edirəm. Hər kəsi xoş gördük. Bugün mən təlim-tərbiyədəki folklor janrları və süni zəkanın rolundan danışacağım. Çünki folklor keçmişi əhatə eləyir, süni zəka isə gələcəyin texnologiyasıdır. Burada dəfələrlə vurğulandı, yaddaş olmasa, yəni keçmiş olmasa gələcəyi necə qurulacaq. Ona görə də bəzən biz bu təhsilin, tərbiyənin necə olduğunu bilmək üçün biraz keçmişə də baxmalıyıq. Qəribə bir şəkildə mən bir şeyin fərqinə varmışam ki, bizim ölkəmizdə təhsil və tərbiyə dedikdə ənənəvi olan hər şeyə biraz xor baxılıb, xüsusilə oxuyan kəsim tərəfindən, yəni o savadlı kəsim tərəfindən və müasir pedagogikanın təklif elədiyi hər şey təcrübədən keçirilmədən birbaşa qəbul olunur əksər vaxtlarda. Mənim bu barədə bir şansım nədir? Mən 8 yaşına qədər nənə-baba tərəfindən böyüdülmüşəm və tamamilə indi folklorda topladığımız o mətnlərdə göstərilən bütün o folklor qaydaları əsasında böyüdülmüşəm. Ancaq 8 yaşından sonra ailəmlə tanış olmuşam və ailəm, mənim anam müəllim olub, atam məmur olub və tamamilə müasir pedaqoji qaydalarla böyüdülmüşəm və hər ikisinin arasındakı o dərin uçurumdan azca xəbərim var və süni zəka folklor tərbiyəyə necə təsir eləyir? Əslində mən düşünürəm ki, süni zəka həm olduqca mənfi, amma bir yandan da çox gözəl bir tapıntıdır.
Bunun necə istifadə olunması çox önəmlidir. İcazənizlə bir haşiyəyə çıxacağam. Mənim deməli Çinin Şicəcuang şəhərində Xarici Dillər Universitetində bir dərs keçmə mərhələm var idi və həmin ərəfədə ilk dərslərə girərkən uşaqların əlindən telefon, tablet və kompüter düşmür. Telefon deməyim, tablet və kompüter düşmür və mən hər şeyi onlar telefon, kompüterlə bir-birlərinə həll edir və mən başa düşmürəm burada nə baş verir. Bizdə də bir ənənə var. Dərsdə belə şeylər istifadə eləmək olmaz bir qayda olaraq və mən dekana yaxınlaşdım və dedim ki, mən şagirdlərin diqqətini, tələbələrin diqqətinin məndə olduğundan çox da əmin deyiləm. Çünki əllərində çox-çox texnoloji alətlər var və mənə dedi ki, bizim tələbələr əslində onlar bizdən bir müqavilə bağlayır universitetə qəbul olarkən. O texnologiya alətlərini biz veririk onlara və onların əlindəki o texnoloji alətlərdə, məsələn, bizim ölkəmizdəki kimi sosial şəbəkələr yoxdur. Onlar qadağa qoyulub o girişə və onların bir hovuzu var, ortaq bir hovuzu var. Məsələn, dedi, siz Azərbaycan dili keçirsiniz, amma sizin dərsinizi almayan və gələcəkdə onu almaq istəyəcək bir tələbə varsa, indidən o hovuzdan istifadə eləyir və özü üçün bir müəyyən fikir sahibi olur, gələcəkdə ora daxil olur. Və mən buradan bir nəticə çıxartdım ki, qadağa heç nə demək deyil. Yəni, texnoloji alətləri bir şəkildə biz bu tələbələrə, gəncliyə, uşaqlara qadağa eləməklə deməli, haradasa uduzacaq. Deməli, bunları doğru yönləndirmək lazımdır. Çünki fakt var, bunların əlindən telefon düşmür. Deməli, onu elə şəkildə yönləndirmək olar ki, burada həm ənənəni, həm də müasir dövrdəki innovativliyi onlara təbliğ eləmək olar və bu mənada mən düşünürəm ki, müasir dövrdə gənclik hardadırsa, bütün bizim öz proqramımızla, yəni dəsti xəttimizlə, yəni bütün yükümüzü, fikrimizi, biliyimizi alacağıq, çantamıza qoyacağıq və onların olduğu yerə gedəcəyik. Yəni o süni zəkanın ən çox yayıldığı yerə, internet olan bölgələrə gedəcəyik. Rəqəmsal dövrdə mədəni irsin qorunması üçün ən gözəl vasitə elə onu qorumaqdır. Mən icazənizlə bir video göstərmək istəyirəm. Bir videomuz daha var. Japon baba bebekle sadece şakalaşıyor mu sanıyorsunuz? Şimdi iyi bakın, bu bir oyun değil, gerçek bir üst düzey nöral eğitim. Hıza bakın, babanın her öngörülemeyen hareketi çocuğun beynine anında tepki vermeye zor kılıyor. Bu an her şeyi değiştirir. Dikkat kesinliğini, el becerilerini ve düşünme hızını. İşte böyle sıkıcı ders kitapları ve pahalı aletler olmadan canlı temas ve kahkahalarla en güçlü nöron bağları oluşur. Daha hiç olan basittir. Zekayı gerçekten geliştiren daha fazla oyun ister misiniz? Akıllı ebeveyn teknikleri profil linkinde. Bəzən mən düşünürəm ki, necə olur ki, kənddə böyüyən bir uşaq Bakıda 7-ci sinifdən etibarən hazırlıqlarda böyüyən bir tələbə ilə eyni balı toplaya bilər. Hətta bəzən o Bakıdakı o tələbə biraz fiyaskoya uğrayır balında, biraz daha aşağı bal yığır, amma o kənddən gələn necə olur ki, vurur bu Bakıdakını keçir. Bunun alt yapısındakı səbəb nə ola bilər? Və mən bir folklorşünas kimi bunu araşdırırdım bu arada və pedaqoqlarla da çox bu barədə ünsiyyətim oldu. Sağ olsun, xüsusilə Xəzər Universitetində Günay Qasımova bu barədə olduqca belə üfüqümü açacaq bilgilər verdi mənə. Ən böyük səbəb bunların təbii ki içində, ən böyük səbəb xalq pedaqogikasını mənimsəməkdir. Yəni kənddə böyüyən bir insan ənənəvi şəkildə böyüdülür və onun ənənəvi şəkildə böyüdülməsi o deməkdir ki, o azadda oynamaqda, çıxır həyətdə, küçədə və s. oynayır və o oyunların mahiyyəti nədir? Məsələn, beşdaş, çilik ağac, qaşdı tutdu, dirə döymə, yəni çox var da. Beşdaşı mən şəxsən auditoriyada tətbiq elədim. Biz uşaq folkloru keçərkən, mən beşdaşın önəmindən danışarkən tələbələr bir istehza elədilər. Və təbii ki, mən beşdaşı atdım stolun üstünə və dedim ki, gəlin bu beşdaşı birlərini oynayın. İkiləri, üçləri istəmirəm sizdən. Birləri oynaya bilin. 18 tələbənin sadəcə biri 5 daşı oynaya bildi və mən soruşdum ki, niyə? Dedi ki, biz kənddə oynayırdıq, uşaq vaxtı oynayırıq, oradan mən bilirəm bunu.
hizalı bir davranış var burada. 5 daş deyib sadəcə ona sadə bir uşaq oyunu kimi gedə bilmirik. Daşı atırıq, daş qaydana qədər beyin onu hesablamalıdır, əl cəhdliklə daşı götürməlidir və gələn daşı da götürməlidir. Çox ciddi bir həm organizasiya var, həm hiza var, davranış şəkli var və bunları nəzərə alanda, məsələn, əvvəllər iplər var idi, ipləri belə atırdıq, müxtəlif naxış şəkilləri eləyirdik və bunlar bizi bir növ düşünməyə və cəld hərəkət eləməyə vadar eləyirdi. İndi təbii ki, məsələn, folklorun elə sahələri var ki, məsələn, yanıltmac, nitqdəki qüsuru götürür, aradan qaldırır, nəfəs alma texnikasını insana qazandırır. Yəni, yanıltmacı sadəcə biz qüsurlu nitqlərdə işlətmirik. Nəfəs almanı da biz tənzimləyir o. Ki, müasir dövrdə həkimlərin bizə ən çox öyrətdiyi şeylərdən biri də doğru nəfəs alma egzərsizi deyilən bir şey var, onu öyrədirlər. Yəni, deməli, bu artıq uşaqlıqdan gəlir. Və yaxud zəncirləmə nağıllar var ki, o Azərbaycanda çox geniş yayılıb, özəlliklə uşaq nağılları içində. Eyni süjetin dəfələrlə təkrarlanmasıdır və uşaq eyni süjeti dəfələrlə ayrı-ayrı situasiyalarda təkrarladıqca həm yaddaş, əzbər, həm təkrarlama, həm səbr etmə qabiliyyətini mənimsəyir. Deməli, bu folklorun, bu tərbiyədə müəyyən bir rolu var. Əslində, bu uşağın zəkasını genişləndirən bir şeydir. Bizim Azərbaycanda, Azərbaycan folklorşünaslığında, mən folkloru biraz daha böyüdükcə folklorda uşaq vaxtımı başa düşmürdüm, amma böyüdükcə bir şeyin fərqinə vardım. Azərbaycan folklorşünaslığı dünya folklorşünaslığından uyuşmur. Bir şeylər tərs gedir və bu dəfə dünya folklorşünaslığının içinə girəndə bir şeyin fərqinə vardım. Əslində, dünya folkloru 4 maddədə öyrənir. Şifahi xalq ədəbiyyatı, maddi kültür, dramlar, xalq adətləri. Azərbaycan isə bunu sadəcə şifahi xalq ədəbiyyatı olaraq öyrənir. Bir maddədə öyrənir, digər 3 maddəni kənara qoyur və etnoqrafiyaya, antropologiyaya ora-bura yollayır. Amma bunlar da öyrənmir, onların tədqiqat obyekti başqadır. Deməli, biz bunu bəzi şeyləri yanlış öyrənirik. Ona görə də ümumiyyətlə folklorşünaslıqda janrlaşmada da problem var. Deməli, uşaq ədəbiyyatında da, uşaq folklorunda da müəyyən qədər aparılan tədqiqatlar ancaq nağıl bayatı üzərində gedibdir. Uşaqlara təsiri, yəni bu deyil. Uşağın folklordakı tərbiyə alma qaynağı bu olmamalıdır. Biraz daha fərqli olmalıdır. Mən gənclərlə çox həmfikir olan biriyəm. Yəni, düşünürəm ki, gəncliyi sən heç nə bilmirsən, bizim vaxtımız daha yaxşı idi, biz daha üstünük. Kimi sözlərlə incitmək çox yanlışdır. Hətta mən bəzən gənclərə çox heyran qalıram, çox ağıllıdırlar və biz onlarla xüsusilə bir qrup qurmuşuq hal-hazırda və o qrupda biz süni zəka ilə folkloru necə birləşdirə bilərik? Bunun üzərinə çalışırıq. Nələri orada tətbiq eləyə bilərik? Məsələn, mən sizə bir mədəni irsin formalaşması ilə bağlı bir məsələ deyim. Halloween bayramı çox sürətlə yayılıb. Bax, bu universitetdə də tətbiq edən tələbələr var. O gün belə qəribə geyinirlər. Düzdür, mənim özümün yanaşmama görə genetik kodlaşmasında olmayan bir bayramı bir insan mənimsəyə bilməz. Necə ki, biz Çillə gecəsində yolka bəzəməni bilirdik genetik kodlaşmamızda, ona görə yeni ili bu qədər aktiv şəkildə xalq olaraq qəbul elədik. Həmçinin də Halloweeni biz bögü bayramı olaraq, qədim türklərin cadılar bayramı olaraq bilirik və ona görə də onu da yenə genetik kodlaşmadan xatırladığımız üçün geniş kütləvi şəkildə artıq qəbul eləməyə başlamışıq. Amma bunu qədim variantından yox, türk variantından yox, yeni müasir bizə yad bir variantda qəbul edirik. Bu qəbul olunmazdı mənə görə. Amma biz onu niyə gəncliyə unutdura bilmirik? Məsələn, biz sazı niyə gəncliyə sevdirə bilmirik və niyə Halloweeni bu qədər unutdura bilmirik? Ona görə ki, biz gənclərin olduğu yerdə deyilik. Biz süni zəkadan istifadə eləmirik. Amma onlar eləyirlər. Aktiv şəkildə istifadə elədiklərinə görə mədəni işlərini çox gözəl şəkildə dünyada həm bazarlaya bilirlər, həm tətbiq edə bilirlər, həm də gəncliyin beynini bu barədə çox gözəl şəkildə bulandıra bilirlər. Rəqəmsal dövrdə xalq pedaqogikası mənə görə texnologiya ilə balanslı olmalıdır. Yəni, əgər xalq pedaqogikası texnologiyadan fərqli olacaqsa, yəni biri kitablarda, digəri sosial şəbəkədə və ümumiyyətlə internet aləmində olacaqsa, bunlar əsla bir-birindən qovuşmayacaq. Çünki yenə deyirəm, biz kitablarda qalmışıq, gənclik internetdədir, oralardadır və onlar hər şeyi oradan alırlar. Məsələn, mən dərsdə
Örneğin qaçaqlar haqqında bir tapşırıq verirəm. Gedin qaçaqları araşdırın. Qaçaq hərəkatı nə deməkdir? Qaçaq hərəkatı ilə bağlı da indiyə qədər əsasən Sovet dövründə çox araşdırılıb və orada da bir çox məlumatlar olduqca təhrifə uğrayıbdır. Ancaq müasir dövrdə Füzuli Bayat, bir də Əli Şamilin kitabları var və mən o iki kitabı gənclərin tapmağını istəyirəm. Ancaq ola gedib ChatGPT-yə məsələn müraciət elə. Hələlik istifadə edə bildikləri ən ulaşılı şey ChatGPT-dir, süni zəka. Və ChatGPT-də də təbii ki, Sovet dövrünün materialları var, məlumatları var və mən dərhal anlayıram bu ChatGPT məhsul olduğunu və həmin andan etibarən biz AI-yi fərqli istifadə eləmək. Mən qolları çırmalayıram və tələbələrin qarşısında ChatGPT-ni açıram, ekrana verirəm və onlara əslində ondan necə istifadə edə bilərlər ki, daha doğru variantda istifadə eləsinlər deyə onları təlqin edir və öyrətməyə çalışıram. Yəni bir növ maarifləndirici işimi orada bəsit bir auditoriyada 3-4 uşağa da olsa öyrətməyə çalışıram. Niyə görə? Müəllimlik bunu tələb edir, amma həm də ki düşünürəm o 3-4 uşağın da tanış olduğu 3-4 uşaq var, onun da tanış olduğu 3-4 uşaq var. Bəlkə bu şəkildə biz az da olsa, ümumən bu elm ocağında gəncliyi az da olsa milli dəyərlərə, bəlkə özümüzə aid şeylərə biraz da qaytara bilək. Onlar da onu da araşdırmaq istəyirlər və düşünürəm ki, maarifləndirici rəqəmsal məzmunu biz mütləq düşünürük və bunu biz indi qrupla düşünürük. Öz tələbələrimlə qrup şəklində biz bunu düşünürük. Mədəni davamlılığı necə qorumaq lazımdır? Əlbəttə ki, məsələn, Dədə Qorquddan danışaq. Örneğin bütün gənclik günümüzdə Einsteyni tanıyır. Niyə? Çünki Einsteyn haqqında gəzən interpretasiyalar, dezinformasiyalar, bunlar belə yəni onu təbliğ edən bir şeydir. Məsələn, Mövlanəni hər kəs tanıyır. Çünki Türkiyə Mövlanə üzərində, Qərb Einsteyn üzərində çox interpretasiyalar aparır. Ancaq örneğin Yunus Əmrə, Hacı Bektaş, bunlar da çox ciddi Mövlanə ilə zamanədaş olmuşlar və bunlar da çox ciddi sözlər demiş, gözəl sözlər işlətmiş adamlardır. Bəs biz bu tür düşüncə təfəkküründə olanları niyə düşünmürük, niyə görmürük? Ona görə ki, yoxdur. Biz onu vermirik ekrana. Versək olar. Və biz bunların üzərində çalışırıq, inşallah bir şeylər eləyə bilərik. Mən düşünürəm ki, süni zəka ilə folkloru birləşdirəriksə, folklor janrlarını üzr istəyirəm, birləşdirəriksə, o zaman folklor mətnlərinin rəqəmsallaşdırılması və analiz edilməsinə çox ciddi şəkildə nail olarıq. İndi müasir təhsil başdan ayağa hər kəsdən təhlil istəyir. Məsələn, mən görmüşəm, qızım orta məktəbdə oxuyur və onun materiallarına baxıram və hər şeyə təhlil, məna, yeni bir anlam qazandırma, bunu necə başa düşdün, algısını ölçmə və s. şəklində tədqiqat aparılır, tələblər var. Ancaq folklor materialları başdan ayağa bunun üzərində qurulub. Müasir təhsil bizə pozitiv nikbinlik verir. Yəni deyir ki, pozitiv olun, nikbin düşünün və bu uşaqlara da bu belə aşılanır, daha əyləncəli olsunlar. Ancaq biz zaten folklor olaraq da bunun üzərində köklənmişik. Biz gözəlliyi sevən, yaxşılığı sevən xalqıq. Gözələ baxmağı savab sayırıq. Çünki gözəlliyə aşiqik. Həmçinin Cinderella, Zoluşka və Göyçək Fatma nağılları var ki, bu üç nağılın sadəcə Azərbaycan versiyası. Yəni bunun sujeti gəzərgi sujetidir. Hər üçündə eyni sujet gedir, amma bəzi motivlər fərqlidir və o motivlərdən biri Azərbaycan nağıllarında Göyçək Fatmanın başında ilan qurbağa gəzən bir qadının sırf qəlbi qırılmasın deyə sənin saçın nənəcan çox gözəldir dediyi üçün, yəni gözəllik elədiyi üçün, yaxşı iş gördüyü üçün bunun mükafatını alacaq şəkildə ağ, qara, qırmızı suda çimir və gözəlliyin üstünə gözəllik gətirir. Yəni biz xalq olaraq bu gözəlliyi, pozitivliyi zaten özümüzdə saxlayırıq. Bir də o mətnlərin üzərindən keçsək, mətnlərlə yola çıxsaq, bizim nağıllarımızın hər birində mütləq sonda pis insan cəzasını alır, yaxşı insan mükafatını alır. Mütləq bu sonu belə bitir nağıllarımızın. Nağıl və dastanların interaktiv dərslərə çevrilməsi. Bunu mən elədim. Həqiqətən bu çox effektiv oldu, bunu deyim. Tələbələr
olduqca gözəl səhnəciklər təşkil elədi. 10 dəqiqəlik, çox yox, dərsin ortasında 10 dəqiqəlik, 15 dəqiqəlik və bu onlara o qədər sirayət elədi ki, həm də imtahan ərəfəsində, aralı imtahan ərəfəsində ən çox yüksək bal bütün tələbələr 99% demək olar ki, məhz bu dərsdən, bu mövzudan yüksək balla keçdilər. Yəni bu çox gözəl bir nəticədir deyə düşünürəm. Müxtəlif regionlara məxsus folklor mətnlərinin müqayisəsi və bunu təhlil eləmək, bu da çox gözəldir. Bunu biz süni zəkaya versək və bunu o şəkildə təhlil eləsək, məsələn, indi öz aramızda da var da, bir yerin lətifəsinə lağ eləyirik və yaxud bir yerdən çıxan bir hansısa bir məhsulla oranı tanıyırıq. Örneğin mən Gədəbəyliyəm və Gədəbəylər kartofla tanıyırlar. Yəni bu belədir. Bu hər məsələn Şamaxıları şorla tanıyırlar. İndi hamı alimlə tanımır, Faik müəllim, kartofla daha çox tanıyırlar. Şagirdlərin folklor əsasında yaradıcı mətnlər və layihələr hazırlaması. Bu da bizim sonuncu tövsiyəmiz idi ki, biz yəni süni zəka ilə folklorun birləşərkən əldə edəcəyi materialların, nəticələrin bol olduğunu düşünürük və bunu biz indi hələlik təcrübədən keçiririk, alındıra bilsək, yaxşı bir iş görəcəyimizi düşünürük. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Bilirlər ki, necə ki, məsələ, bir var riyaziyyatda, böyük universal bir riyaziyyat var, çətin bir elmdir. Amma biz onu birinci sinifdən başlayırıq öyrətməyə, çünki sonra gec olar. Çünki birinci sinifdən hesab toplama, çıxma, sonra və ilaxır bilməlidir. Süni intellekt indi bu cür olubdur. Bu həyata o qədər daxil olub ki, onları öyrətmək lazımdır və bu baxımdan məsələ, tutaq ki, siz cırtdan haqqında uşaqlara istəyirsiniz ki, bir film göstərəsiniz. Əvvəllər mütləq rejissor lazım idi onun üçün, oturmuş bir rejissor, sonra bunu bilən bu işi çəksin. Amma indi siz bir balaca süni intellektlə oturub durursunuzsa, çox gözəl film eləyə bilərsiniz ki, hansı ki, çətin rejissorların belə deyək ki, hər bir rejissor ona girişə bilər. Çünki bütün məlumatları verirsiniz, bu cür, paltarı bu cür, o sizə bir variant göstərir. Sonra onu tənqid edirsiniz. Tənqiddən avtomatik onu düzəldir, onu. Daha bir yanaşma və sonra da bir gözəl bir film alına bilir, ona görə bu düşünürəm ki, çox vacibdir. İkinci demək istədiyim qeyd, bu Nazım müəllim konseptual şeylər dedi, çox maraqlıdır. Sadəcə orada bir moment var ki, bir Sovet dövrünü biz yaşadıq. Yəni, Sovet dövrü çox maraqlı, ziddiyyətli bir dövrdür yaşadıq. Orada Azərbaycan kimliyi, Azərbaycan mədəniyyəti, elmi çoxlu uğurlar da qazanıb, çoxlu bəzi şeylər də yaxşı olmayıbdır. Məsələ onu deyib ki, 1957-də Sovet peyki çıxanda Amerikada dəhşət bir həyəcan qopdu. Necə yəni, Sovetlər peyk çıxartdı, biz çıxardamadıq. Prezident komissiya düzəltdi. Komissiya bütün məsələləri araşdırandan sonra 2 aydan sonra qərar çıxartdı, onu Kongres qərarı verdi, Amerikan Müdafiə Aktı. Sənədin adı oydu. American Defense Act. Bunun nə dəxli var Müdafiə Aktı? Oydu ki, Sovet məktəbləri bizdən çox qabaqdadır. Orada balanslı, həm humanitar, həm riyaziyyat, həm texnika, həm fizika, bizlərlə müqayisədə onların tədris üsulları o qədər vardır ki, yəni bizim geriliyimizin baş səbəbi orta məktəblər proqramıdır. Orta məktəblərin proqramlarını dəyişməliyik. Xeyli şeylər dəyişdilər, amma bu gün də Amerika orta məktəbləri çox zəifdir. Pis gündədir. Bu gün də, o dəyişəndən sonra da belə deyək. Eyli ilə 59-cu ildə bir Charles Snow var, o məşhur fizikli, həm də yazıcıdır, 2 sahəni təmsil edən. Onun Oxfordda məşhur mühazirəsi var idi, sonra kitab oldu, Two Cultures, 2 mədəniyyət, yəni təbiət elmləri, bir də humanitar elmlər mədəniyyəti. O orada tənqid edirdi İngiltərədəki vəziyyəti, deyir ki, İngiltərədəki vəziyyətin pis olması təhsil sisteminin, orta məktəb sisteminin pis olmasıdır. Bəs niyə ruslardan öyrənməliyik deyirdi belə. Yəni, Sovet orta məktəb təhsil sistemində bir şeylər var idi. Yəni, Sovet dövründə var idi də belə deyək ki, bizim Sovet dövründə, yəni, Köroğlu operasından Sevil operası Sovet dövründə yarandı da, belə deyək, 1001 gecə baleti də, 7 gözəl də və ilə axırda. Ona görə Sovet dövründə bir şeylər var idi, əksinə biz itirdik. Məsələn, Sovet dövründə elmi araşdırma riyaziyyat sahəsində
Biz Türkiyə 91-ci ildə Boğaziçi Universitetindən Türkiyə ilə bir konferans elədik. Onlar təəccüb edirdilər Azərbaycandakı riyaziyyatın inkişaf səviyyəsindən. İndi Azərbaycanda riyaziyyat Türkiyədən xeyli geridədir. Xeyli geri qalır. Elə deyək ki, bu. Sonuncu, onu demək istəyirdim ki, bu Gürcüstan məsələsi, bu bizim yaralı məsələmizdir, özümüz də o tərəfdən olduğumuz üçün. Ona görə orada ciddi bir millətçilik var və o da ondan ibarətdir ki, biz balaca millətiyik, bizim dilimiz və ona görə bütün bu millətlər bizə inteqrasiya olunmalıdır, bizim dilimizi bilməlidir, öz dillərində mümkün qədər işi sıxmalıyıq. Ona görə mən belə fikirləşirəm ki, Gürcüstanda bu məsələlərin düzəlməsi üçün Azərbaycan hökumətindən də bəzi söhbətlər zadlar edir. Məsələn, mən neft şirkətindən də söhbət eləmişəm. Onlar deyiblər ki, biz kömək eləməyə hazırıq. Mütləq Gürcüstanda bir Azərbaycanlıların qurduğu universitet olmalıdır. Çünki yaxşı universitet həm elm mərkəzidir, həm təhsil mərkəzidir, həm mədəniyyət mərkəzidir, həm mətbuatdır. Başqa bir şey yoxdur. İnsanları intellektual baxımından, sosial baxımından birləşdirən mütləq olmalıdır və məsələn, siz bu hər hansı birimiz burada qabiliyyətli, istedadlı, təhsil elmi bilən adamdır. Sabah Azərbaycanda bir universitet qurmaq istəsəniz, quramayacaqsınız. Çünki qanun yoxdur. Universitet qurmaq üçün qanun yoxdur bizdə. Gürcüstanda qanun var. Gürcüstanda bizdə orta məktəb qurmaq üçün qanun var. Dəqiq maddələr yazılıb. Bu şeylər eləyirsən və qurmaq olur da oradan da təcrübə edir. Universitet üçün Gürcüstanda ciddi qanunlar var. Möhkəmdir, amma ciddidir. Amma onu qurmaq üçün mütləq Gürcüstan vətəndaşı olmalıdır. Gürcüstan vətəndaşına buradan qoşula da bilər. Nəzim müəllim gedib deyə bilər ki, mən sizə kömək edəcəm, qoşula bilər onlara. Amma mütləq orada Gürcüstan vətəndaşları olmalıdır. Və mən deyirəm də, neft şirkətindən də mən söhbət edəndə, onlar dedilər ki, biz maddi cəhətdən oradakı, məsələn, orada oxuyan bütün tələbələrə təqaüd verə bilərik. İndi də verirlər də, orada Gürcü dilində oxuyanlarda da. Mən o məsələnin başqa həllini görmürəm. Bəlkə başqa həlli var, fundamental həlli, bütöv həlli. Yəni, həmən tək Azərbaycan dili ədəbiyyatı müəllimlərindən deyil, Azərbaycan dili, Azərbaycan mədəniyyəti, o Azərbaycan kimliyinin inkişafı üçün o şeylər lazım. Bağışlayın, biraz uzun danışdım. İki məsələyə münasibət bildirmək istəyirəm. Hamlet müəllimin məruzəsindən çox xoşuma gəldi. Gerçəkdən dünya təhsili və bizim təhsil haqqında dünya bilgiləri əsasında verilmiş məlumatlarla zəngin idi və çox şey çəkdim, istifadə də inşallah edəcəm. Amma bəzi dəqiqləşdirmələrə ehtiyac duydu Hamlet müəllim. Və bilirəm ki, siz bundan gələcəkdə də ola bilər istifadə edəcəksiniz. Bu şeyləri biraz dəqiqləşdirmək lazımdır. Məsələn, təhsil müəssisələrinin əsas növləri deyirsiniz, çağ dönəmində bunlar idi. İbtidai dini təhsil müəssisələri, mədrəsələr bundan işi yoxdur. Dövlət rus məktəbləri, məktəblər, gimnaziyalar və seminariyalar. Burada sinifləndirmə düz aparılır. Məktəblər ola bilir. Seminariyalar, gimnaziyalardan aşağı səviyyəli məktəbdir. Məsələn, Darülmüəllimin Darülmüəllimat deyirdilər bizim dildə. Darülmüəllimin kişi müəllimlər seminariyası idi, məsələn, Qori müəllimlər seminariyası. Darülmüəllimat qadın müəllimlər seminariyası idi. Müəllimlər seminariyası 1-2 sinifli məktəb müəllimləri buraxırdı. Oranı qutaranlar, seminariyanı qutaranlar, ali məktəbə girə bilməzdilər. Amma gimnaziyanı qutaranlar girə bilərdilər. Mən onu bilirəm, mən sada adlarını sayırdım ki, dövlətin düzəltdiyi məktəblər, seminariyalar, gimnaziyalar, adlarını sayıram, onları mən təklifat hansı neçə ildir tanıdım. Gimnaziya gəlib, sonra seminariya gəlib, bunların yerlərini dəyişdirmək lazımdır. Sonra deməli, Rus tatar məktəbləri Rusiya hökumətinin təşəbbüsü ilə yaradılmışdır. Bunlar Rusiya hökumətinin təşəbbüsü ilə yaradılmışdır. Bunlar sizin o
dediyimiz ikinci cədid məktəbləri var. Yuxarıdan deyil, müsəlman maarifçilərinin öz təşəbbüsü ilə yaradılırdı. Birinci dəfə deməli, Tiflisdə Müəllimlər İnstitutunu, Aleksandr Müəllimlər İnstitutunu 3 Azərbaycanlı tutardı. Sultan Məcid Qənizadə idi, Həbib bəy Mahmud bəyli idi, bir də Sübhanverdi xan, deməli, beynim formozlandı. Üçü bir yerdə tutardılar və gəlib ilk Rus-Türk məktəblərini, Rus-Tatar deyirlər, biz Rus-Türk deyirik, Rus-Türk məktəblərini onlar yaratdılar, öz pullarına yaratdılar və onları dövlət yaratmamışdı. Ondan sonra deməli Rus məktəbləri 1832-ci ildə Şuşada ilk belə məktəblər yarandı, milli dünyəvi məktəblər. Onlar milli məktəblər deyildi. 1832-ci ildə yarananlar şəhər məktəbləri idi. Birinci dəfə Şuşada yaradıldı, doğrudur. Ondan sonra Şəkidə, Şamaxda və başqa yerlərdə yaradıldı. 2 illik məktəblər idi və onlarda təhsil Rus dilində keçirildi. Onların milli məktəb sayılmaq olmazdı. Sadəcə bu dəqiqləşdirmələri eləmək istəyirdim. İndi qəbul edirsiniz, ölçünüzdür. Bu məktəblərin əlbəttə ki, bizim tədris sistemimizdə çox böyük rolu oldu və bu mövzuya görə sizə öz minnətdarımı bildirirəm və xanımın Tiflisdə, Gürcüstandakı məktəblərimizin vəziyyətinə gələndə onu demək istəyirəm ki, bu Gürcüstan dövlətinin siyasətinin nəticəsində ayrı-ayrı adamların yox. Çox təşəkkür edirəm, Ədalət müəllim. Bəli, bizim bu universitetdə təşkil etdiyimiz akademik səviyyədəki bu çıxışlar, bunların yayınlanan nəticələri mən inanıram ki, dövlətimizin borçalı türklüyü ilə bağlı siyasətinə təsir edəcəkdir. Bu tənqidlər önəmlidir. Dövlətin də güclənməsi üçün önəmlidir eyni zamanda. Mən sözü Bünyamin bəyə çıxışı, sualı son mu olsun? Tamam, bir sual vermək istəyirəm, mənim də sual vermə haqqım olsun, xahiş edirəm. Aygül xanıma sual vermək istəyirəm. Aygül xanım, bayaq Hamlet müəllim dedi ki, çox ciddi və güclü Gürcü milliyyətçiliyi qarşısında Gürcü milliyyətçiliyi var. Siz də bu çox ciddi və güclü Gürcü milliyyətçiliyi qarşısında duruş gətirə bilmək üçün biz Türk milliyyətçiliyini etməliyikmi? Və bu Türk milliyyətçiliyinin bir təzahürü olaraq orada dilimizin və kimliyimizin adını nə şəkildə ifadə etməliyik? Maraqlı sualdır. Mən belə deyim... Mikrofon açıq. Açıq. Buyurun. Millətçilik aparmaq da deyil, düşünürəm ki, Gürcüstanın tam hüquqlu vətəndaşı kimi tolerant bir ölkədə, belə deyil, bir tolerant bir ölkə yaratmalıyıq. Biz orada tam hüquqlu bir vətəndaşıq. Və bir vətəndaş olaraq öz ana dilimizdə qorumalıyıq. Yəni, qayda qanunları əsasən. Mən bayaq çıxışımda Gürcüstan Konstitusiyasına misal gətirdim. Yəni, bizim Gürcüstan Konstitusiyasına əsasən ana dilimdə təhsil alma hüququmuz var. Və əgər Gürcüstanda 20 ildir Azərbaycan ədəbiyyat müəllimləri hazırlanmırsa, bu artıq birbaşa Gürcüstan dövlətinin öhdəliyinə düşür bu məsələ. Və Gürcüstan dövləti məcburdur. Əgər sənin konstitusiyan deyirsə ki, sizin ana diliniz Gürcü dili deyil, amma siz ana dilinizdə təhsil ala bilərsiniz. Bu konstitusiyada yazılır. Və konstitusiyada bizim hüquqlarımız qorunmalıdır. Və kim tədris eləməlidir bunu? Müəllimləri kim hazırlamalıdır? Buna cavabdeh artıq dövlətdir. Çox təşəkkür ederim. Qanunu qaydada düşünürəm ki, milliyyətçilik aparmadan bir vətəndaş olaraq qanun çərçivəsində öz hüquqlarımızı müdafiə edə bilərik. Və etməliyik. Mən yer gəlmişkən, İyul ayında Gürcüstanın yeni təhsil naziri təyin olundu, Gelin Kanadi. Avqust ayında mən insanla görüşdüm. Yəni, bunun özü də aslında bir hörmətin göstəricisidir ki, erməninin Rusu qəbul ediləmədi, bir Azərbaycanını qəbul edilədi, bir saat o insan məni dinlədi. Düzdür, mən bayaq çıxışımda qeyd olunan bütün məsələləri ona bildirdim və son olaraq da ona dedim ki, bəs İlya Dövlət Universitetinin nəzdində belə bir ixtisas var idi, amma 20 ildir bu artıq dayandırılıqdır, fəaliyyət göstərmir həmin bu kafedra. O çox maraqlı bir cavab verdi və dedi ki, mən dedi, bunu ilk dəfə sən deyirsən, mən eşidirəm, mənim dedi ki, bundan xəbərim yox idi. Amma halbuki Gelin Kanadi əvvəllər
parlamentin təhsil komitəsinin sədri olubdu. Dəfələrlə Azərbaycana səfər edib, mənlə görüşməmişdən öncə iyul ayında bu insan Azərbaycana səfər etmişdi. Emin Əmrullayevlə görüşmüşdü, başqa onun yüksək səviyyədə görüşləri olmuşdu. Sual olunur ki, Azərbaycanın təhsil naziri niyə bu məsələni müzakirə etmir? Niyə onun qarşısında bunu bir tələb kimi qoymur? Yəni, düşünürəm ki, Azərbaycan tərəfdən də müəyyən bir belə deyək, tələblər yoxdur, halbuki olasıdır. Çox təşəkkür edirəm. Biz birinci hissəmizin sonuna... Konstitusiya, İranın da konstitusiyasında var elə maddə, yəni konstitusiyada olmaq təəssüf ki, qarant eləmir, mübarizə lazımdır. Orada mübarizə lazımdır, buradan da dəstək lazımdır. Mübarizə Türk milliyyətçiliyi, dəstək də dövlət dəstəyidir deyə düşünürəm. Türk milliyyətçiliyi güclənməlidir ki, dövlətin də siyasəti güclənsin. Bu oturum yetərincə maraqlı müzakirəyə səbəb oldu. Bu oturumun son sualını 2 nəfərə, Əli Şamil müəllimdən Bünyamin müəllimə vermək istəyirəm sualınızı. Qısaca fikirlərinizi bildirsəniz, oturumu qapadaq. İkinci oturumda çıxışlar və müzakirə olacaq. Buyurun. Ədalət bəyə etiraz. Bütün yazılarını az qala Quran ayəsi kimi qəbul edədiyim halda, indi ancaq onun fikrinlə ki, Rus tatar məktəblərini milli ziyalılar yaratmışdı, ona biraz əlavə. Yəni, Rus tatar məktəbini ziyalılarımız yaratsa da, Rusiyanın başqa yerlərində Rus güzel məktəbləri var idi. Onlar da yerli ziyalılar yaratmışdı. Ancaq onların arxasında görülməyən bir şey var, yazılar. O yazıları oxuyanda görürsən ki, Rusiya hökuməti onlara icazə verəndə gizli olaraq yerlərə və Təhsil Nazirliyinə göstəriş verir ki, onların üstündə nəzarəti artırın, onların proqramı mütləq və mütləq yəni Rusiya məktəblərinin proqramı əsasında qurulsun, yəni ənənəvi şərt mədrəsəsinə yaxın getməsin. Yəni, üzdə görünən ziyalılara icazə verilirdi, arxada görünən isə bunları ruslaşdırma siyasətinin bir parçası idi. Məsələn, Yelminskinin Daxili İşlər Nazirliyinə yazdığı bir məktub ona misaldır. Bu altın sağı var idi, Qazaxların məktəb açmışdı. Orada yeniliksiz, güya Rusiya sayaq hər şey edirdi. O yazır ki, bu altın sağını, İbrək altın sağını biz yetişdirmişdik, şərait yaratmışıq məktəb açmağa. Ancaq bunu hərdən tutmaqdan lazımdır. Ona görə tutmaq lazımdır ki, xalq elə bilməsin ki, hökumət onu müdafiə edir. O xalqdır çünki bunu həbs edirlər, incitirlər, ona marağı və diqqətləri artsın. Və mən bu fikirdəyəm, onu dedim əvvəllikdə. Çox təşəkkür edirəm. Şamil hocam, çox sağ olun dəyərli çıxışınız üçün. İndi isə son olaraq sözü qısa bir şəkildə fikrini bildirməsi üçün Bünyamin bəyə veririk. Buyurun. Xüsusilə də təhsilimizdəki sorunlardan. Deməli, Nəsib bəy çıxışında bir şey dedi ki, millətin millət bilən əsas amillərdən biri təhsildir. Çox doğru yanaşmadır. Hamlet müəllim də çıxışının başlanğıcında dedi ki, hətta qədim insan belə o verənlər üçün mütləq ova necə yanaşmalı, yaxud necə doğurmalı, öyrənməlidir, bir təlim keçir. Qobustan qaya rəsmlərində də göstərilir ki, hətta həmin qədim insanlar belə oradan qalaq bir məşq edir. Bu bir təhsil, bu bir təlimdir. Çox maraqlıdır ki, qədim soydaşlarımızın isim mənbələrinə görə uşaqlara qoyunun üstündə deyək ki, uşağı, sincabaq o baxmadır, evləndirdilər. Və yaxud Dədə Qorqudda 15 yaşına çatan istənilən bir Oğuz bəy və yaxud xanımı əqli və bilgi cəhətdən çox yetişkin olursa, bugün bir belə imkanlarla biz çox geridə qalmışıq. Bunun birinci səbəbi nədir? Bizim bir atalar məsələmiz var. Deyil, niyyətin hara, mənzilin ora. Yəni, bugün bizim təhsildə bir hədəfimiz, niyyətimiz yoxdur. Bizdə yetkin, ağıllı, deyək ki, təfəkkürlü, düşünəcək kadrların olmasını istəmir.
Bu bir faktdır. Orta məktəblərdə ən yaxşı müəllimlərimizi sosial şəbəkələrlə əzə-əzə hamısını çıxdaş edir. Uşağa qışqırdığı psixoloji şiddət irad edirlər. Bunların hamısı bir məqsədli formadır. Və yaxud deyək ki, universitetlərimizdə, Hamlet müəllim dedi, yəni həm elm, həm təhsil, həm də onun tətbiqi. Çox maraqlıdır, Türk yayı deyilən bir yay var. Türk yayı çox böyük mühəndislik məhsuludur, düşüncə məhsuludur və həmin o düşüncənin elmin tətbiqi məhsuludur. Dünən Türk yayını, yəni dünyanın o dövrü üçün yüksək səviyyədə icad edən Türklər bugün qonşularının hamısından geri qalır. Yəni Gürcüstanda bizə qarşı bunu edirlər, normaldır. Bizdə yenə qıraqlar məsələ var. Deyir ki, ipəyi sahibindən miqdar götürək. Yəni biz özümüzə necə yanaşırıq? Qonşular da bizə o cür yanaşır. Bizim istər ermənidən, istər gürcüdən, istər digərindən incimək haqqımız yoxdur. İstənilən, deyək ki, məsələdə biz özümüzünkülər, mən bir fakt deyil, 5-6 il bundan qabaq mənə bir fakt verildi. Azərbaycan təxminən 5-6 il bundan qabaq sürüdür. 30.000 tip personal var. Təxminən onun 20.000-ə yaxını həkim personalıdır. Yalnız Almaniyada 4500 Azərbaycanlı həkim çalışır. Bu beyin axınına burada qiymət verilmir, axırsa təbii ki, biz bir çox sahələrdə geri qalacağıq. O cümlədən də indi Nəsib bəy də dedi, elmə, təhsilə, büdcədən ayrılan miqdar nə qədərdir? Əgər Amerika və yaxud Qərb universitetləri bir qabiliyyətli uşaq üçün böyük miqdarda burs verib, onu qəbul edirsə, bizlər nəinki burs veririk? Həmin imkansız ailəni məhv edir ki, sən bunu yurtda oxuya bilməyəcəksən, xoş gedir. Və bununla biz inkişaf edib, Atatürk'ün məşhur bir söz var, müasir mədəniyyətlər səviyyəsinə qalxmaq. Biz onun nəinki müasir mədəniyyətlər səviyyəsinə qalxmayacaq, hətta 20-ci yüzyılın əvvəlkindən aşağı düşəcəyik. Çox təşəkkür edirəm müəllim, sağ olun.